Bugün normal bir gün idi. Yemek axtarırdım. Amma xəritədə olmayan qəribə bir kənd kəşf elədim. Bu kənd niyə xəritədə yoxdur ki? Maraqlıdır. Niyə tərk edilib ki görəsən? Biraz baxın bəlkə kimsə yaşayır. İşıq yanır orada. Deyəsən oralarda kimsə yaşayır. Gedim baxım. Bəlkə mən də bir gecəlik qala bildim orada. Həqiqətən də burada insanlar yaşayır. Gedim tanış olum. Salam, yemək axtardım, sizin kəndə rastladım. Siz burada çoxdan yaşayırsınız? Cavab vermə fikriniz var? Sizin üstünüzə yük olmasa, mən bu boş evlərdən birində qalacağım. Yəni sizin üstünüzə yük olmasın. Qalacağım yerim yoxdur. Kəşfə çıxdım. Ona görə buralarda bir yerdə qala bilərəm. Yəni sizin evlərdən birində. Nəysə, mən gedirəm evə. Siz də çox durmayın burada. Axşam da həm də. Nəysə, mən gedirəm. Nə qəribə insanlardır. Bir kəlmə belə etmədilər. Yəqin canları sıxılmışdır. Səhər tez durum gedim. Ayıbdır. Çox qalmayayım. Sən nə idin? Məncə burada qalmaq səhv hərəkətidir. Qapı bayaqdandır öz-özünə açılır. Buradan çıxmalıyam. Bunlar insan deyil. Gəlirlər. Tez qaçmalıyam. Qaç. Burada qalmağın başından səhv idi. Oradakı məbədə girsəm məni tuta bilməzlər. Tez ora girməliyəm. Neydi belə? Burada nə var axı? Hara gətirdi bu yol məni? Divardakı yazı. Lənət qurban olmadan dayanmır nə deməkdir? Bu kitab nədir belə? Bir zamanlar bu kənd normal idi. Bir gün göydən qaranlıq düşdü. İndi hər kəs lənətlənib. Qaçmazsan, sən də lənətlənəcəksən. Bu nə deməkdir belə? Bu nə idi mən yaşadım? Kəndlərin səs gəlir. Deyəsən qapını qırırlar. Tez qaçmalıyam mən buradan. Tez. Qaçdım. Bu hələ də bitməyib. Bəlkə də kənd yox oldu. Ya da mən hələ oradayam.